Salam əziz şagirdlər, vaxtınız xeyir olsun. Bu günlərim 10-cu siniflərimiz üçün kvadrat köklər mövzusundan ikinci bölmənin tip suallarının izahına baxacağım ki, şagirdlərin test yazan zamanı daha yaxşı qavraya bilsinlər. Bilmədiyi suallara buradan baxa bilsinlər. Bismillah, elə başlayın birinci sualdan. Deyim müqayisələyin. Yadda qalsın, əgər əsas A birdən böyüksə, qüvvəti böyük olan böyük, kiçik olan kiçikdir. Və tərsinə. A birdən böyükdürsə, B birdən böyükdürsə, C birdən böyükdürsə, bu zaman qüvvətlər eynidirsə, böyük olan böyük, kiçik olan kiçikdir. Oldu? Deyək ki, hansı ən böyükdür? Hamısının qüvvətləri nədir? 5'də 1. Düzdürmü? Ən böyük hansı burada? Y variantı. Nə? 8 üstündə 5'də 1. Deməli, 8 ən böyükdür. 1 olur nə? Y variantı. İkinci sualı baxaq. Nə deyirik də? İkinci sual bizə deyir ki, 3 üstündə kökdə 3, üstündə kökdə 3. Qüvvətin qüvvəti qüvvətlərin hasilinə bərabərdir. O da bərabər 3 üstündə kökdə 3 vur kökdə 3. İlliyir 3 üstü 3, neçədir? 27. Əla. İndi növbəti sual yazır müəllim sizin üçün. Üçüncü sualı. 3. 3 nədir? Baxaq uça. Deyir ki, 3'də kök hatta 3. dərəcədən 9. Yenidən kök hatta 3. Kök hatta 3. Kök hatta 3. dərəcədən 3. Obşi üstündə var dənə kub var. O da bərabər. Bu 9'u mən kökə salsam, 9 kökə salsam, 9 kökdən 50, 81 vur 3. 9 kökdə 9'un kvadratı 81 kimi daxil olur. Kökə baxaq 3. Burada kökün içində heç nə yoxdursa 2. Bir dənə fikir verin. Dərəcə burada 3'dür. Burada heç nə yoxdur. Demək neymiş? 2. 3 kere 2 6. İndi aşağı baxsam 3'ü kökə saldıram necə? Kub kimi. 3'ün kubu. 27 vur 3. İndi baxaq. Kökün dərəcəsi. Heç nə yoxdursa 2. Burada 3. 2 kere 3 6. Obşu nə var bir dənə kub var. O da bərabər. Bir yerdə kök altda 6'nın dərəcədən 81 vur 3. Aşağıda 27 vuruş nə eləyir? 81. Neyi? Kubu. 81'lər getdi. Kök altda 6'nın dərəcədən 3'ün kubu. 3'dən də 6 xısar getdi. Qaldı kökdə 3. Hansı variant? D variantı. Əla. Sonra baxsın mənim sizlə 5-ci suala. 5. 5. Bu 5 nədir uşaqlar? Baxaq görək. Kök altında A, kök altında 3'ün dərəcədən A, kök altında 6'nın dərəcədən A. Bərabərdir. Bu sualın çox yolu var. Çox yolları var. Baxaq görək biz bunun hansı ilə gedək. Deməli bunun yolu nədir uşaqlar? Birinci yolumuz nədir? Burada A var ha. Mən bu A'nı kökə salıram. Ne kim daxılır? A'nın kubu kimi. A üstü 3 vur A. Şimdi birinci kökün dərəcəsində heç nə yoxdur. 2 deməkdir. 2 kere 3 ildir 6. dərəcə. Vuraq. Kök hatta 6. dərəcədən A. Onu da bir kökdə yazsam. Kök hatta 6. dərəcədən A'nın kubu. Vura vura. Bu da kök hatta 6. dərəcədən A üstündə 5. Bu da bərabərdir. A üstündə 6'da 5. Gözəl. Rahat yoldur. Hansı? C variantı. Sonra baxır müəllim sizlə 7-ci suala. 7. Biraz enerji olun, aktiv olun, pozitiv olun. Həyat gözəldir. 3'ün dərəcədən -5'in kubu. Üstə gəl kök hatta -8'in kvadratı. Doğru? Doğru. Vuraq. Obşi kökdə 3 üstündə 4'də 1 vur. 3 üstündə -4'də 9. O da bərabər gənclər. Tək dərəcədən olduğu kimi çıxır. -5. Cüt dərəcədən modulu çıxır. -8 modulda. Modul yazıram ki, müsbət olduğunu biləsiniz. Vuraq. 3 üstündə 4'də 1 -4'də 9. Nə eləyir? -4'də 8. Bu da bərabərdir. Olur -5
Üstə gəl 8. Kök hətta 3 üstü mənfi 2. O da bərabər 3 vuraq. Nə? 9'da 1. 9'dan kök çıxır 3'də 1. 9'da 1'dən kök çıxır 3'də 1. 3 vur 3'də 1 bərabər 1. Gözəl saldı. Diliniz nardıqsa aşağılar. Bu ifadədə nədir? Tək dərəcə olduğu kimi çıxdı. Cüt dərəcədən modul çıxdı. Burada qüvvətlər toplanıldı. 4'də 1 mənfi 4'də 9. Olur nə? Mənfi 4'də 8. Mənfi 5 plus 8 eləyir 3. 3 üstü mənfi 2 eləyir 9'da 1. 9'da 1'dən kök çıxdı 3'də 1. 3 vur 3'də 1 olur 1. Əladır. Əla yox, gözəldir. İndi gəldik neçənci suala? 9-cu suala. Nereye 9'da? 9'da deyir ki 6 üstündə 2'də 1 vur. 4 üstündə 4'də 3 vur. 4 üstündə mənfi 4'də 1. O da bərabərdir. Hələ ki yazıram 6 üstündə 2'də 1. Əsaslar eyni olub vuranda üstlər toplanılır. 4'də 3 mənfi 4'də 1. Toplayanda nə eləyir? 4'də 2. Bu da olur 6 üstündə 2'də 1 vur. 4 üstündə 2'də 1. Uşaqlar, kök hətta enerji A üstü M nə deməkdir? A üstündə M böl N. Düzdürmü bu düsturumuz? Bunda yazıram bərabərdir. Bunu kökə salıram. İkinci dərəcədən 6, kök hətta ikinci dərəcədən 4. 4'dən kök çıxır 2, kökdə 6. Всё. Rahat. Hansı variant? C variantı. A üstündə 3'də 1. Məsələn, kökə salsam 3-cü dərəcədən ayrılacağam. Düzdürmü? Və yaxud da ki, A üstündə 2'də 1. Kökə salsam kökdə ayrılacağam. Çünki 2 heç vaxt yazılmır. Bunu yazın ki, qeyri-adi sual kimi. Gəlsin növbəti sualımız 11. 11. Nədir 11'də? Deyir ki, uşaqlar, kök hətta 4'ün dərəcədən 5 bölək pi üstü 0 kök altında 3 vuraq. 9 üstündə 7 böl 12. Yazıram bərabərdir. Bu yazıram ki, bu ifadəni 5 üstündə 4'də 1 kimi. Bu 9'u sürətə qaldırıram. Yazıram 9'u 3 üstündə 2, 3 üstündə 2, üstündə 12'də 7. Aşağıda pi üstü 0 1 vur. Kök hətta 3'ü 3 üstünə yazıram 2'də 1. Bu da bərabərdir. Doğru. Sıxıntı yoxdur da yəqin ki, inşallah ki, başa düşürük. Hə, mən burada bir şey səhv yazmışam. 11 yazmışam. 11 yerinə 10 köçürmüşəm. Eyb yox. Bura 10 yazsın müəllim. Bura 10 yazsın. Burada kök altda 5 yox. Kök altda 5 yox. Kök altda 3'ün dərəcədən 3'dür. 3'dən 3'dür. 3'dən 3'dür. Bunda bunu yazıram ki 3 üstündə 3'də 1. Bu 10-cu sualda aşağılar. Yaxşımı? O da bərabərdir. 3 üstündə 3'də 1 vur. 3 üstündə neçə? 6'da 1 bölək 3 üstündə 2'də 1. İndi vuranda toplanılır, böləndə çıxılır. Yazıram 3 üstündə 3'də 1 üzərinə gəl. 6'da 1 çıxılmış 2'də 1. Bu da bərabərdir. Orta məxrəc 6. 6 bölü 2 plus 1 minus 3. O da eləyir nə? 3 üstündə 6 2 plus 1 minus 3. Düzdürmü? 3 üstündə 3'də 1 3 üstündə 6 7. Vay vay burada 7'dir. 6 7. Aha. 6 7 7. İndi 2 üstə gəl 7 9 çıx 3 6 6 6 6 6 1 deməkdir. 3 üstə 1 bərabər 3'ə. Bu sual nəyəsə bəxti gətirmədi. Oldu 3. Hansı variant? A variantı. Qoy daha yaxşı başa düşəsiniz deyə 11 yazsın müəllim sizin üçün. 11. 11. Nədir 11? Kök hətta 4'ün dərəcədən 5 bölünsün. Pi 0 kök hətta 3'ün dərəcədən 5 vur 25 üstündə 14'də neçə? 13. Baxıram ki, mən bu suala nə edəcəm? 25 üstündə
24'te 13. Baxıram ki bu sual nə edəcəm? Həminki qayda. Dəyişən bir şey var? Xeyr, heç nə yoxdur. Polad sadəcə rəqəmlər dəyişdi. Bunu yazır ki, müəllim. 5 üstündə 4də 1 vur. 25 nə deməkdir? 5-in kvadratı. Üstünü çək. 13 böl 24. 1 üstü 0, 1. Yazırım 5 üstündə 3də 1. Bu da bərabərdir. 5 üstündə 4də 1 vur. 5 üstündə 12'də 13. 5 üstündə 3'də 1. Yazıq. 5 üstü 4'də 1. 5 üstü 12'də 13. 5 üstü 3'də 1. Vuramda üstlər toplanılır. Böləndə çıxılır. Bu da 5 üstündə 4'də 1. Üstə gəl. 12'də 13. Çıxaq 3'də 1. Bu da bərabərdir. 5 üstündə 4, 12, 3. Orta məğəc nədir? 12. 12 bölək 4. 3. Üstə gəl. 13. Çıx 4. O da bərabər 5 üstündə 5'də 5. 5'də 5 1 deməkdir. Olur 5'də 1 bərabərdir 5'ə. Все. Aydın oldu indi. Başa düşdünüz? İnşallah ki bəli. Rüstəm yəqin ki bilmirsən. Növbət sual gəlsin içə 13. Baxaq 13'ə görə 13 nədir? Deyir A sıfırdan kiçikdir. Doğru. Kök hatta 4-cü dərəcədən 16 A üstü 6 B üstü 5. Bilirsiniz də Rüstəm çox zəkalı bir gəncdir. Aha. Deyir A sıfırdan kiçikdir. Bunu çıxart kökdən. Baxırım nə edəcəm. Birdən ağlıma nə gəlir? Ağlıma o gəlir ki, yazıram ki kök altda 4-cü dərəcədən 16'nı 2 üstü 4 A üstü 6 yazıram. A üstü 4 vur A kvadratı. B üstü 5 yazıram. B üstü 4 vur B kimi. O da bərabər 2 modulda A modulda B vur. Kök hatta 4'ten A kvadratı B. Bildik. A üstü 4'ten modula modul B kök hatta A kvadratı B. A mənfidir, B müsbətdir. Mənfidirsə əksi çıxırmı? Bəli. Mənfi 2AB kök hatta 4'ten A kvadratı B. Aha, bu gözəl sual yazdıq. Növbət sualımız gəlsin 14. 14. Nə deyir 14'də? A sıfırdan kiçikdir. Doğru? Əla. 2A kök hatta 4'ten B. Deyir A'nı kökə salın. Baxıram A nədir? Mənfi. Mənfi vuruğu cüt dərəcədən kökə daxil etdikdə qarşıya mənfi atılır. Nə olur? Mənfi atılır. Mənfi atdıq. Kök hatta 2A üstündə 4B. O da bərabərdir mənfi qabaqda qaldı. 16A üstü 4B. Oldu çiçək kimi. Əla. Yazırıq növbət sual 16'nı. 16'nı. Nə deyir 16'da? 3-cü dərəcədən 3-cü dərəcədən mənfi 2 tam 27'də 10 üstə gəl 4 kök hatta 5-ci dərəcədən 32'də 1. Baxıram görək nə var. Baxıram ki 3 vuraq kök hatta 3-cü dərəcədən 27 2 vur 27. Neçə? 2 vur 27. Olacaq ki 54 bu da 10 64. Amma bir dənə nə var qabaqda? Mənfi. Üstə gəl 4. Burada da uşaqlar hələ oldu kimi yazım sonra çıxaracağım. 32'də 1. Mənfi 27 64 3'də 4'ün kubudur. Bu da 3 vuraq mənfi 3'də 4. Üzərinə gəl 4 vuraq 5'in dərəcədə 2'də 1. 32 2 üstü 5 deməkdir. Bu da olur 3'lər sağollaşdı. Mənfi 4 üstə gəl 2. Bərabərdir Rüstəm mənfi 2. Şu. Olur A variantı möhtəşəm. 17 deyir hansı bərabərlik doğrudur 17'də. Birinci doğru değil. Niye 4 ile 2 gedib bu kök altında 2 plus kökdə 5 olur. Bir yanlış. Tek derece olduğu kimi çıxır. 2 doğru. Tek derece olduğu kimi çıxır.
3 de doğru. Все. Hansı doğrudur? 2, 3. Все. 18. Hansı doğrudur? 1 səhvdir. Niyə? Buradan 9, 302 deməkdir. Bu da kökdə 3 çıxmalıdır. 2 doğrudur. Tək dərəcə olduğu kimi çıxıbdır. Doğrudur. 3 yanlışdır. Niyə? 3'dən 6 xısar gelib kök altında 7 plus kökdə 5 qalır. Hansı? Yalnız 2. 19, 20. Hansını yazsın mənim sizin üçün? 20'ni. Siz savadlı insanlarsınız. Özünüzə güvənin. Özünüzə inanın. Artıq olmalısınız siz. Növbəti 11 olacaqsınız. 3 minus kökdə 2. Üstündə kökdə 2 plus kökdə 3. Bu da beraber 3 üstündə kökdə 3 minus kökdə 2. Toplananların yerini dəyişəndə cəm dəyişmir. Mən o ifadəni yazıram ki, kökdə 3 üstə gəl kökdə 2. Ne gözəl. Bu da beraberdir 3 üstündə kökdə 3'ün kvadratı çıx. Kökdə 2'nin kvadratı. Bu da beraberdir 3 üstündə 3 çıx 2. 3 üstü 1 olur 3. Çiçək kimi əla və gözəl. Bir dənə fikir verin inşallah. Qüvvətin qüvvət nəyə bərabərdir? Qüvvətlərin hasilinə. Nəyə bərabərdir? Qüvvətlərin hasilinə. Nə? Qüvvətin qüvvəti. Qüvvətlər neydi? Hasildir. Bir dənə bunu bilməlisiniz. Все. Bitti, getdi. Aydın oldu. Başa düşdünüz? İnşallah ki, bəli. Növbəti bir sualımızı müəllim deyirsin üçün neçə? 22. Kök hatta 5. Kök hatta 5. Kök hatta son 2. Güzel bir sualdı. Bu beraber kök hatta 5 kökte 5 sonda 2. Mirəlləm beraberdir mi? 10'da 2. Bu da ne deməkdir Miri? 5'te 1. Yazıram bölək kök altında 5'te 1. Bu da Tamara. Bölme varsa tersine çevrilir mi? Bəli. Kökdə 5. 5 kökdə 5. Vur. 1 böl kökdə 5'in tersi. Ne? Kökdə 5. Bu bir tersine çevrildi da uşaqlar. 1 böl değildi. Yine tersi oldu. Kökdə 5 böl 1. Elə fikirləşin. Bu da beraberdir. 5 vur 5. Bu da beraberdir 5. Niye? Bu 1 böl kökdə 5. 1 böl kökdə 5 uşaqlar. Bizə ne verdi? Tersine çevrildi. Kökdə 5 verilir. Şimdi burada kökdə 5, kökdə 5. Vuranda kökdən 5 çıxdı mı? 5 vur 5, 25. Kök çıxdı 5. Все. Aydın oldu mu? Bəli. Sonra növbət sual gəlsin. Sizin için 23. 23. Baxaq görə bu 23 nədir uşaqlar? Mənfi 7 üstündə 3n plus 2 vuraq. Mənfi 7 üstündə 2n plus 1. O ne güzel. Mənfi 7 üstündə 1 minus n. Aha. Mənfi 7 üstündə 6n. Möhtəşəmsən. Vuranda üstlər nə olur? Toplanılır. Düzdür? Əla, əla. Biz bunu bilirik. Bərabərdir. Mənfi 7 üstündə 3n plus 2 plus 2n plus 1. Bölək. Mənfi 7 üstündə 1 çıx n plus 6n. Bu da vay vay. Bu da eləyir ki, mənfi 7 üstündə toplanılır. 3n plus 2, 2n plus 2. 5n plus 3 aşağıda. 1 çıx n, 6n. İlir nə? Mənfi 7 üstündə 5n. 5'in. Düzdür mü? Yok, bunu aşağıdan yazın koy tam biləsiz. Beraberdir. Mənfi 7 üstündə olacaq 3n 2. 5n plus 3. Aşağıda mənfi 7 üstündə 5n plus 1. Bölündü üstlər çıxılır. Mənfi 7 üstündə 5n'lər getdi. 3 çıx 1 2. Niyə bərabərdir? 49'a.
Əla. Əla. İndi 24'ə baxaq. Hansı doğru değil? 1 doğrudur, 2 doğrudur, 3 doğrudur, Y doğru değil. A, B, D doğrudur, amma Y doğru deyil. İndi baxaq 25'ə. Hansı doğrudur? 1 yanlışdır. Niyə? Tək-tək köklər çıxmaq olmaz. 2 hardasa doğrudur, amma bilmirik tək dərəcə, cüt dərəcə. Çünki modul çıxmalıdır. Düzdürmü? Ona görə bu da yanlışdır. D da yanlışdır. Çünki modul çıxmalıdır. C də modul çıxmalıdır. Amma Y variantı doğrudur. Əslində uşaqlar, əslində doğru deyə sorucu A variantıdır. Amma belə baxanda B, C, D. Daha doğrusu C düzdür. B ilə D'də də harca problem var. Niyə problem var uşaqlar? Çünki gənclər, cüt dərəcə olsaydı modul çıxsaydı. Amma sən şərti harda verdi? Şərti burada gizlədibdi. A ilə B sıfırdan böyükdür. Onsuz da müsbətdir da. Ona görə müsbət kimi çıxardıbdı. Olur hansı variant? A variantı. Bildik. Hansı doğru değil? A variantı doğru değil. Baxdıq 26'ya. 26 nə deyir bizə? Hansının qiyməti ən kiçik olar? Əsas birdən kiçikdir. Əsas birdən kiçikdirsə uşaqlar, qüvvəti böyük olan kiçik, kiçik olan böyükdür. O da hansı variant? A variantı. Bildik. Hansı ən kiçik olar? A variantı. 27'ni yazaq uşaqlar. 27. Kök etdi 5'in dərəcədən. A üstü 2 kökdə A. A üstü mənfi 5. Mənfi 1/5. Bərabərdir. Bu A-nı kökə salarım. Əvvəlcə baxaq uşaqlar. Mən A-nı kökə salsam kvadratdımı? Bu kökə A üstü 2 kim daxil olacaqmı? A üstü 2'nin kvadratı. Vur A. Bax, dərəcəyə baxın. Burada 5, burada 2. Neçə olacaq? 10-cu dərəcə. Aşağıda A üstündə mənfi 10'da 15. Bu da bərabərdir. Kök ötdə 10'un üzərindən 2 kere 2 4, bu da 1. A'sı 5. Böyle A üstündə mənfi 10'da 15. Bu da bərabərdir. A üstündə 10'da 5 bölək A üstündə mənfi 10'da 15. Böləndə üstə nə olur? Çıxılır. Bu da bərabər A üstündə 10'da 15, 10'da 5 çıxaq mənfi 10'da 15. O da A üstündə 10'da 20. Bu da bərabər A kvadratı. Hansı variant? D variantı.